Bu qutunun içindəki sadəcə telefon deyil, həm də iş adamının vizit kartıdır. Elə ona görə də sizin üçün xüsusi bir qutu açılışı videosu hazırlamışam, amma mistik səslərlə dolu. Siz kanalıma abunə olun dəstək olmaq üçün. Mən isə keçirəm həmin o qutu açılışı videosuna. Salam dostlar, 2026'nın ilk videosunda sizləri xoş gördük. Mən elə bugün 2026'nın ilk videosuna iPhone 17 Pro Max ilə başlamaq istədim. Gəlin videoya başlayaq. Gördüyünüz kimi artıq iPhone 17 Pro Max əlimdədir. Qutudan çıxaran kimi telefona bir case taxdım, ekran qoruyucu və kamera qoruyucu taxmışdım. Lakin mənim işim əsas kamera ilə olduğu üçün kamera qoruyucular mənim işimə yaramırdı. Əgər siz dəhşət tozlu dumanlı, nə bilim, hər hansı bir telefonun düşmə təhlükəsi olan bir yerdə işləyirsinizsə, kamera qoruyucu vacibdir. Lakin işiniz kamera ilə bağlıdırsa, onda kamera qoruyucunu unudun. Çünki nə qədər olur olsun, kameraya xırda da olsa mənfi təsir bağışlayır. Ona görə ki, arasında boşluq var. Bu boşluğa bəzən işığı dolur, şüalar dolur, ona görə mənfi təsir bağışlayır. Sizi çox yormadan keçirəm texnik xüsusiyyətləri və qutunun içindən nələr çıxdı, gəlin onu göstərim sizə. Qutunun içində işte burada bu iki tərəfdə Type-C olan toxunma naqil çıxdı ki, hansı ki belə sərtlənmişdi bura və dəhşət dərəcədə çox səhifəli bir məlumat kitabçası çıxdı. Əsəlam. Bir də bu açılır yəqin. Hətta bu da açılmır. Burada nə yazılıb? Mənim telefonum yesim variantıdır. Yazıb You no longer need a physical. Siz artıq fiziki sim karta ehtiyac duymursunuz yazıb. Burada da müəyyən qısa informasiyalar. Adamlar o qədər özlərindən əmindir ki, artıq yəqin düşünürlər ki, iPhone haqqında hər kəs hər şeyi bilir. Nazik belə bir qutudur. Bir telefon, bir USB kabel və s. Gəlin telefondan danışaq. Telefon iPhone 17 Pro Max bizə nə verir? iPhone 17 Pro Max birinci verir bizə 6.9 inçlik belə bir ekran. Ekran Super Retina XDR ekrandır. 120 Hz təbii ki HDR10 Plus və Dolby Vision dəstəyi var ekranda. Displey çox parlaqdır. Mən sizə bunun nit dəyərini demək istəyirəm. Maksimum nit 3000 nitə qədər maksimum nit təklif edə bilər ekran sizə. Yəni günəş işığında çox rahatlıqla düşünürəm ki, hər hansı bir videoya baxa bilərsiniz, mesajlar oxuya bilərsiniz, amma bəzən mən bu telefonda 15 Pro Max-dan görmüşəm, bunda görməmişəm. 15 Pro Max-da günəş altında ekran öz-özünü qaraldırdı. Bəlkə də bu ekran çox qızmasın deyə eləyirdi, artıq onu bilmirəm. Əsas yeniliklər isə kamera tərəfindən olubdu. Kamera tərəfdə artıq bu 3 kamerada 48 megapiksel olubdu. Frontal kamerada, yəni ön kamerada ehtiyac yoxdur siz telefonu vertikal və ya horizontal tutasınız. Sadəcə bu düyməyə basmaqla olur horizontal. Sensoru crop edib horizontal edəmirlər. Burada sensoru ümumiyyətlə dəyişə bilər. Horizontal olsa belə öz keyfiyyətini itirmir, keyfiyyətini saxlaya bilər. Bu telefon artıq 4K 120 FPS çəkiliş edə bilər. Buradan gördüyünüz kimi variantlar var. Video 4K 30 FPS, 60 FPS, 120 FPS, hətta Full HD-də belə 120 FPS çəkə bilər. Düşünürəm ki, iPhone haqqında artıq hamı hər şeyi bilir. Ümumiyyətlə iPhone işləyənlər də, maraqlananlar da. Bu gün bu telefon yeganə, daha doğrusu marka deyək, yeganə bazarda dəyərini az itirən markalardan biridir. Yəni siz 3000 manat verib bu telefonu alsanız 2 il sonra rahatlıqla yarı qiymətindən sata bilirsiniz. Məndə olan telefonun batareyası yesim variantı olduğu üçün 5088 mAh'dir. Lakin fiziki sim kart olan modellərində isə 4823 mAh'dir. Nə? Mən bilən hamısı yesimdə, ondan şey belə Var. 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 Yaddaş artırılıb artıq RAM tərəfində 256 GB-lıq versiyadır məndə və 12 GB-lıq RAM-la təchiz olunub. iOS 26 əməliyyat sistemindən belə zəhləm gedirdi. Sən demə məsələ RAM-da imiş. Artıq iPhone 16 Pro Max-a qədər iOS 26-larda biraz zəif işləyə bilər, çünki RAM-lar 8 GB-dır. Artıq 40 Watt-a qədər şarj dəstəkləyir. 50% 20 dəqiqəyə doldura bilir. Mən hal-hazırda bu telefonu Mac-in 67 Watt-lıq adapteri ilə şarj edirəm. Bu bir ziyan deyil. 67 Watt
olsa da telefona nə qədər lazımdırsa onu seçib götürəcək. Telefon da 40 vatı rahatlıqla götürür və 40 vatdan demək olar ki 35 dəqiqə 20%-dən 80%-ə dolur. 35 dəqiqəyə məncə bu gözəl bir nəticədir. Həqiqətən də telefon çox tez dolur. Yəni mənə artıq bu tez gəlir. Wi-Fi və Bluetooth məsələsində yeniləmə ediblər. Wi-Fi 7 və Bluetooth 6.0 texnologiyasından təchiz olunub. Bu əlimdə gördüyünüz iPhone 17 Pro Max. Mən Deep Blue rəngini özümə rəva bildim. Ona görə ki, Cosmic Orange düşünürəm ki, bir müddət sonra məni yoracaq. Çünki çox necə deyirlər, parlaq rəngdir. Və insanın psixoloji olaraq gözü bir müddət sonra yorula bilər. Silver rəngi çox sadə görünür. Düşündüm ki, elə Deep Blue mənim üçün ən uyğun rəngdir. Ona görə Deep Blue rəngini seçdim. Mac işlətməyim də iPhone-la bir yerdə mənim üçün üstünlükdür. Çünki ekosistem çox yaxşı işləyir. Sadəcə faylları bir dənə AirDrop vasitəsilə kompüterə göndərirəm və salam. iPhone 17 Pro Max-dan da bu qədər dostlar. Qısa bir video təqdim etmək istərəm sizə. Ümid edirəm ki, bəyəndiniz. iPhone 17 ilə, 17 Pro Max-la, ümumiyyətlə iPhone, Apple-la bağlı nəsə bir sualınız varsa, şərhlərə mütləq yazın, cavablayacağam. Kanalıma abunə olmağı isə unutmayın.